Elə mən də sənin kimi güclüydüm. Sonra əydiler, alçattılar. Heç kəs bu dünyada anadan satqın əcdad doğulmayıb. İnatkarlıq heç kimə xeyir vermir. Ehtiyac məni bu günə saldı. Mənliyimi, arzularımı itirdim. Məcbur elədilər. Mən də qaçmaq istəyirdim. Tuttular. Səni niyə asmadılar? Asmaq? Asmaq nədir? Mənə hələ bir mükafat da verdilər. Nə mükafat? Məni İtlər Cəmiyyəti üzvlüyünə namizəd seçdilər. Sonra dedilər ki, əgər onlara məhəbbətlə, sədaqətlə qulluq eləsəm, tezliklə məni İtlər Cəmiyyətində üzv qəbul edəcəklər. Ona görə də mən səni satmalıyam. Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, kim bizə sədaqətlə qulluq eləsə, onu İtlər Cəmiyyətinə üzv qəbul edəcəyik. Cəmiyyətimizin isə bildiyiniz kimi xüsusi imtiyazları var. Bu günləri biz öz cəmiyyətimizin sıralarına yeni bir üzv qəbul edirik. Onu sizə təqdim eləməyə mənə belə gəlir ki, ehtiyac yoxdur. Onu siz hamınızı yaxşı tanıyırsınız. Çünki o bizim ən istedadlı, ən işgüzar, ən bacarıqlı işçilərimizdən biridir.